Salam əziz yetişdiricilər. Bu gün sizlərə tam fərqli sahədən bioqaz haqqında tam və sistemli məlumat paylaşacağam. Bioqaz nədir? Bioqaz orqanik tullantıların heyvan nəticisi, bitki qalıqları, qida tullantıları və oksigensiz mühitdə mikroorqanizmlər tərəfindən parçalanması nəticəsində əmələ gələn qaz qarışığıdır. Bioqaz təbii qaz kimi yanacaq kimi istifadə olunur, həm də elektrik enerjisi istehsalında istifadə oluna bilər. Bioqaz üçün xammal heyvan mənşəli tullantılar, toyuq, inək, keçi, donuz nəticisi, bitki mənşəli tullantılar, yonca, saman, qarğıdalı, qida və sənaye tullantıları, meyvə tərəvəz qabıqları, bəzi ev tullantıları, mətbəx, yağlı qida qalıqları. Ən çox istifadə olunan və səmərəli xammal heyvan nəticisilərdir. Çünki onlar fermentasiya üçün çox uyğun nisbətdə su və qida tərkibi ilə zəngindir. Bioqazın istifadə sahələri elektrik generatoru üçün yanacaq, işıqlandırma və isitmə, ev və kənd təsərrüfatı məqsədi soba və istilik sistemlərinə qoşula bilər. Bioqaz istehsalını optimallaşdıran amillər temperatur 30-60 dərəcə olması, su nisbəti 80%, fermentasiya müddəti 20-60 gün xammaldan asılı olaraq. Bioqazın üstünlükləri enerji mənbəyidir, çirkliyi azaldır və tullantılı təmizləyir. Torpağı gübrələmək üçün əlverişlidir. Mənfi cəhəti investisiya tələb olunur.